şükür Naxçıvan Muxtar Respublikası Nehran qəzabasında qəhrəman şəhidimiz Ümid Məmmədovun 5-ci il dönüm mərasimi qeyd edilir. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah bütün o şəhid ailələrimizə bol sabır versin inşallah. Burada canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilir. Azad olunduğu gün düzdür, biz sevinç yaşadık. Ama bu sevinçle yanaşı bizim bir gözümüz ağlayırdı, bir gözümüz gülürdü. Var olsun. Burada söz danışmaq biraz çox çətindir. Mənim əziz xalqım. Ancaq o qədər də qürurludur ki, bizim balalarımız şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah hamımızdan razı olsun. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Olmaz. Qəhrəmanlarımızdan öz gələcəyin unudur. Qəhrəmanlarımızdan öz balasını unudur. Her zaman deyirəm, erməni bizim düşmanımızdır. Ədalı, əbadı düşmanımızdır. Ermənilər her zaman onu elə qəbul ediblər ki, Türklər bizim əbadı, ədalı düşmanımızdır. Azərbaycanın bütün şəhidləri qəhrəmandır. Onlar öz amalları 92-ci il şəhidləri olsun. Aprel döyüşlərinin, qisas əməliyyatının, antiterror əməliyyatının, 2-ci Qarabağ müharibəsinin şəhidləri hamısı qəhrəmandır. Antiterror şəhidləri son nöqtəni qoydular, mühürü vurdular ki, Azərbaycan suveren bir dövlətdir. Bu suverenliği heç kim poza bilməz. Azərbaycanın bütövlüyü üçün bu uğurda can verib, can aldılar. Bu gün də öz canını bir an belə düşünmədən bu vətənin ərazi bütövlüyü üçün fəda edən igid şəhid qardaşlarımızdan, Ümid qardaşımızın anı gününə görüşmüşük. Atıldın döyüşə tank komandiri, gördüm çağırırsan məni uzaqdan, dedin al bu yerdən əmanətləri, gedirəm taleyim yazılı paktan. Yoldan ötəndə ruhum çırpılır bədəndə, ayak səsi eşidəndə elə birdən balam gəlir. Məmmədov ümidi unutmaq olmaz, Teymurov elbində heç yaddan çıxmaz. Şəhidlik bir vaxtdır. Çıxışında dedi ki, Nehrəm o zaman ermənilər Naxçıvanda soyqırın törədəndə Nehrəm toparlandı və Nehrəm kəndini işğal olunmaqdan azad elədilər. Qəhrəmancasına qovurdu və bir dənə də olsun qarış torpağımızı düşmənə vermədi. Rabbil izzati amma yasifun və salamun alel murselin velhamdülillahi rabbil alemin. Allahümme sallallahu Muhammed ve aleyhi. Allah cəmi şəhidlərimizin məkanın, cənnət məqamlarını uca eləsin inşallah. Şəhid analarına, şəhid atalarına, hər kəsə öz minnətdarlığımı bildirirəm ki, bugünkü gündə bizi tək buraxmadılar. Dövlət işçilərinə, hərbiçilərə, polislərə, hər kəsə təşəkkür edirəm. Nehrəm xalqına təşəkkür edirəm ki, bugünkü gündə bizi tək buraxmadılar. Özləri burada olmayıb, ürəyi burada olanlara təşəkkür edirəm ki, telefonlarına zəif olublar, baş sağlığı veriblər. Buradan Səfər müəllimə öz təşəkkürümü edirəm ki, özü burada olmasa, ürəyi burada olduğuna görə zəifirdə bəzi sabırlı gələnmədiyini, ona təşəkkürümü bildirirəm ki, buradan qazilərdir, veteranlardır, hamısına öz təşəkkürümü bildirirəm.